Şəhidlərdən birinin anası deyir ki, mən oğlumun ziyarətinə getmişdim. Qəbrin üstündə o qədər ağladım, özümdən getdim. Bir dənə yeganə oğlum idi, heç qızım da yoxdur, bir uşağım var. Özümdən getdim, yuxu gördüm, aləm rüyada gördüm ki, oğlum gəlib, yuxu. Mənə deyir ki, ana, nə tez-tez mənim başımın üstünə gəlirsən. Deyir, mən bunu eşidəndə bəzi təsirli sözlər var, valideynlərin qəlbi, bəzən görürsən onu hiss edilir, bəzən valideyn evladına bildirmir onu, ki, mən səndən incidim. Bəzisi də bildirir ki, mən səndən incidim, ay oğul. Deyir, mənim qəlbimə dəydi bu söz ki, mən qəbrinin ziyarətinə gəlirəm, gələndə rahatlıq tapıram, bu oğlum nə sualdır mənə verir. Dedim, mənim balam, gəlişimdən narahatsınsa, day bundan sonra gəlmərəm. Deyir, mənə dedi ki, ana, elə yox. Biz hər cümə, bu illərdə inşallah qismət Aşura elə cümləyə düşür, hacımız, Allah razı olsun. Bəli, sən hər cümə elə ki, mənim qəbrimin ziyarətinə gelirsən, biz də hər cümə Kərbəlada Həzrət İmam Hüseyin əleyhissalamın hərəminə top çalışırıq, bütün şəhidlər. Gözləyirik intizarla ki, ağamız gəlib bizə muizə eləyəcək. Çünki cümə günü çox bərəkətli gündür. Çox bərəkətli gündür. Biz cümə gününün nə olduğunu ahirətdə biləcəyik. Çünki Allah israr eləyir ki, o gün nə qədər xeyriz var, əl çəkin ondan. Namaza gəlin, cümləyə gəlin. Buyurdu ki, ana, onun üçün mən narahatam ki, diqqətli olaq, həmən şəhid deyir anasına. Elə ki, biz intizarla gözləyirik, daha bir həftədə həsrətlə gözləyirik ki, ağa söz verir ki, cümə günü gələcəm, hamıza muizə eləyəcəm. Elə ki, o şəhidlərin içində uzaqdan ağa məni görən kimi, mənə deyir, məsələn, şəhid Əhməd, dur ayağa. Mən də deyir, qalxıram ayağa. Deyir, get, anan sənin ziyarətə gəlib. Sən qəbri başında səni gözləyir. Get, anan qutarıb getsə, ondan sonra qayıdıb gələrsən. Gör, ananın məqamına bax. Ona görə Allah bütün şəhidlərimizi rəhmət eləsin, ruhların şad olsun. Onların bərəkətidir ki, biz Həzrət İmam Hüseyin əleyhissalama əzadarlıq eləyik.